Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən texnologiya təlimçisi Əmraslanova Cəmalə. Bugün sizdən 8-ci sinifin deməli 10-cu mövzusu olan divar kağızlarının çəkilmə texnologiyası və divar və tavanların rənglənməsi haqqında danışacağam. Baxın müəllimlər, bilirik ki, hər hansı bir mənzilin gözəlliyi mütləq şəkildə onun divarlarının tərtibatından asılıdır. Və divar kağızları zövqə uyğun olaraq seçilməlidir. Hansı ki, müasir inşaat bazarında müxtəlif növ divar kağızları təklif edilir. Belə ki, onlar kağız əsaslı, vinil, blür, şüşə lifli, tekstil kimi növlərdə ola bilirlər. Və divar kağızlarının rəng və forma müxtəlifliyi insanı valeh edir. Mütləq şəkildə o mənzilin xarakteridir, otağın və deməli, mənzilin ümumi ahənginə, dizaynına cavab verməlidir. Və divar kağızlarının çəkilmə texnologiyası necədir? Bunun üçün müxtəlif alət və tərtibatlar lazımdır. Belə ki, divarın uzunluğunu ilk öncə ölçmək lazımdır. Və divar kağızından aşağı və yuxarı hissələrdən bir qədər, hansı ki 3-4 sm buraxmaqla ölçüyə uyğun kəsilir. Nümunə üzrə digər hissələrdə kəsilib götürülür. Kağızları düzəltmək üçün rulonlar əks istiqamətdə burulur, yəni tərsindən burulur. Və bu zaman bizə yapışqanın sürtülməsi üçün fırça, divar kağızını hamarlamaq üçün şotka, süngərli mütəkkə, yəni valik, kağızın kəsilməsi üçün kəsmə bıçağı, diskli bıçaq, hansı ki döşəmə haşiyəsinin kənarı ilə nəm divar kağızını kəsmək üçün istifadə edilir. Divar kağızlarını zolaqlar boyunca kəsmək üçün qayçı, şaquli naxışlı divar kağızlarının nəzarət üçün şaqul, materialların səthini təmizləmək üçün süngər, yapışqan və su üçün vedrə, mala, rozetkaların və elektrik qapayıcılarının üst qapağını çıxartmaq üçün vintaçan və hərəkətli tikinti körpüsü lazımdır. Süngərli mütəkkə isə lak və boya materiallarını çəkmək üçün rəngsaz alətidir. Daha sonra divara süngərli mütəkkə ilə yapışqan çəkilir. Buna pəncərənin kənarından və yaxud küncündən başlanılır. İlk hissə yapışdırılır. Hündürlüyə şaqul vasitəsilə nəzarət edilir. Rulonlar tədricən açılır və yapışdırılır. Plastik mala ilə divara sıxılır. Tavan və döşəmə haşiyələrinin xətt üzrə divar kağızı kəsilir. Bu ərazilərdə kağızı altdan yapışdırmaq üçün süngərli mütəkkədən deyil, kiçik fırçalardan istifadə edilir. Sonra digər kəsilmiş hissələr yapışdırılır. Qapılar yerləşən sahədə tavandan qapının başına qədər məsafə ölçülür. Və deməli, bu ölçüdə divar kağızını kəsilib yapışdırırlar. Kağızın kənarları sonradan qapı çərçivəsi ilə örtülür. Elektrik açarları və şəbəkələri olan yerlərdə kağız hissənin üzərində kəsik aparılır. Sonra bıçaqla artıq hissələr kəsilib götürülür. Kəsiklərin kənarı sonradan şəbəkə qapaqları ilə örtülür. Və divar və tavanların rənglənməsindən danışarkən lak boyanın materiallarına xüsusi diqqət ayırmaq lazımdır. Çünki o sadəcə gözəllik üçün deyil, eyni zamanda səthi qorumaqdan ötürü istifadə edilir. Küçlərin rənglənməsi üçün müxtəlif ölçülü fleyslərdən, yassı fleyslərdən, yumru fırçalardan istifadə edilir. Fleyslər böyük səthləri örtmək üçün iri fırçadır. Boya çəkilməzdən öncə yaxşıca qarışdırılır. Lazım gəlsə su və durlaşdırıcı ilə onu yenidən qarışdırırıq. Və qarışdırılmanın xüsusi ucluq taxılmış elektrik burğusunun köməyi ilə icra edirik. Divarların rənglənmə texnologiyası nədən ibarətdir? Belə ki, rəngləmədən qabaq alətlər nəzərdən keçirilir. Fırçalar və süngərli mütəkkələr təmiz olmalıdır. Çünki onların üzərində əvvəlki boyanın qalıqları qala bilər. Fırçalar qopmuş tüklərdən təmizlənməlidir. Rəngləmə zamanı səthə yapışa bilər. Fırçalar soyuq suda 20-30 dəqiqə isladılmalıdır. Canına su yığılmış və şişmiş fırça ilə işlənmədən öncə silkələməli və quru əski ilə silinməlidir. Yalnız bundan sonra rəngləməyə başlamaq olar. Əvvəlcə rəngsaz yapışqanlı lentin köməyi ilə rənglənən səthin sərhədləri qeyd edilir. Sonra pəncərə və qapı qutuları tavana bitişik səthləri ilə örtülür.
Boya rənglənən səthin perimetri boyunca 5-10 sm enində çəkilir, yuxarı, aşağı, sağa, sola hərəkət etdirilir. Sonra divarın qalan hissələri süngərli mütəkkə ilə rənglənir. Rəngləmə üçün alət və materiallar var müəllimlər. Belə ki, süngərli mütəkkə, fırçalar, yastı və yumru ola bilir. Boya üçün vedrə, drel, mikser, şüşənin çirklənmədən qorunması üçün skoçdan istifadə edilir. Atlığa boya tökülür, süngərli mütəkkə boyaya batırılır. Hansı ki, bu şəkil üstə öz əksini tapıb. Və sonra atlığın kələkötür səthi üzərində hərəkət etdirilir ki, süngərli mütəkkədən artıq boya süzülsün. Rəngləmə W şəklində yuxarı aşağı olmaqla aparılır. Hər qat digərinin üzərinə 3-4 sm örtməlidir. Əlbəttə ki, burada təhlükəsiz qaydalarımız var. Mütləq şəkildə də onlara nəzər salmağı unutmayın. Çox asan, çox sadə mövzularımızdan biridir. Diqqətlə qulaq asın, uğurlar hər birinizə.